Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə Türk mətbəxindən domates çorbası, yəni pomidor supunu hazırlayacağım. Bunun üçün bizə lazım olacaq 5 pomidor, şirin pomidor olsun. Bunları belə ortadan bölüb düzürəm tavaya. Fərqi yoxdur, şüşə və yaxud da adi tava. Və üzərinə bir iri soğanı belə iri-iri doğrayıram, halqa-halqa. Və 3-4 diş sarımsaq. Bunları da belə ortadan bölürəm. Sarımsaqları batırıram pomidorlara. Və soğanları da belə ayırtıb düzürəm üzərinə, pomidorların üzərinə. Belə düzdüm. İndi isə üzərinə zövqə görə sarı kök, istiot, duz və biraz da qırmızı biber. Və üzərinə 2-3 xörək qaşığı qədər zeytun yağını. Yoxdursa duru yağ da əlavə edə bilərsiniz, amma zeytun yağından daha dadlı alınır. Və bunları qoyuram 200 dərəcədə qızdırılmış sobada, tam qızarsın, közlənsin. İndi isə supa qatmaq üçün çörəyi belə doğrayıram. Xırda-xırda əlavə edirəm tavaya. Üzərinə yenə də zövqə görə duz. Məndə sarımsaq tozu var, yəni sarımsaq tozu da çox dadlı dad qatır. 1 çay qaşığı qədər sarımsaq tozu. Və istiot. Üzərinə yenə də duru yağ da əlavə eləyib, 1-2 qaşıq duru yağ da əlavə eləyib qarışdırıb qoyuram. Bunları da 160 dərəcədə qızdırılmış sobada qızarana kimi bişirirəm. İndi isə qazana 1 xörək qaşığı yağ, kərə yağı və 1 xörək qaşığı un. Unun iyi çıxana qədər biraz belə qovururam yağda. Və baxın, artıq pomidorlar közləndi. İndi isə biraz soyuyandan sonra qabığını soya bilərsiniz. Belə rahatlıqla çıxır qabığı. Belə bütün pomidorların qabığını soyuram. Və sonra bunu əlavə edirəm yağla unun üzərinə. Və üzərinə 1 xörək qaşığı tomat, 1 çay qaşığı quru bulyon
Eğer yoxdursa, sizdə eğer toyuq suyu varsa, elə toyuq suyunu da əlavə eləyə bilərsiniz. Və üzərinə 3 stəkan yarım qaynadılmış su əlavə edirəm. Zövqə görə istəsəz duz da əlavə eləyə bilərsiniz, amma mən artıq duz əlavə etmədim. Və bunları blenderla əzirəm. Sonra isə 15 dəqiqə vamxodda qoyuram qaynamağa. Baxın, artıq qaynağa gəldi. Üzərinə indi 2 çay qaşığı sirkə əlavə edirəm. Bu pomidor turşuluğu verməsin deyədir. Və artıq qazı söndürürəm. Baxın, belə sup artıq hazırdır. Üzərinə belə bayaq hazırladığımız çörəkdən və quru nanə səpirəm. Çox dadlı alınır. Siz də hazırlayın, nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı və mənə şərh yazmağı, dəstək çıxmağı unutmayın. Çox sağ olun.